Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər. Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin ailəsində xoş xəbər var. Cütlüyün ikinci evladı olacaq, onların oğul evladı dünyaya gələcək. Qeyd edək ki, cütlüyün Şəms adlı bir qız evladı var. Fatimə xalq artisti Alim Qasımovun nəvəsidir.